Selamünaleyküm. Dövrümüzdə ürək xəstəlikləri gündən-günə artır və Azərbaycanda isə daha çox artır. Çox təəssüf ki, Azərbaycan ürək xəstəliklərinin sayına görə dünyada lider ölkələrdən biridir. Çox təəssüf, mən buna təəssüflənirəm. Amma ən azından bir profilaktik addımlar atsaq, biz ürəyimizin hansı vəziyyətdə olduğunu bilə bilərik. Hansı profilaktik addımlar atılmalıdır? Biz nədən bilək ki, bizim ürəyimizdə problem var? Bəllidir ki, bizim insanlarımız dövrü olaraq, yəni cari olaraq belə daha doğrusu, tibbi yoxlamadan keçməyi sevmirlər. Yəni bizim bir Azərbaycan əhalisi deyək ki, mən ildə bir dəfə 6 aydan bir gedim daxili orqanlarımız bir yoxlatdırım, mədə bağırsağımı yoxlatdırım, ürəyimi, qan damarlarımı bir yoxlatdırım. O şeylər bizdə bəlkə də 1-2% insan onu eləyər dövr olaraq. Qalan insanlarımız sadəcə problemi olanda həkimə gedir. Hətta problem o qədər dərinləşir ki, həkimə gedəndə həkim ya əməliyyat onu eləyir, ya da ki, təcil nəsə bir reanimasyon bir tədbir əmələ gəlir. Mən yəni çünki bir həkiməm, mən xəstələrlə işləyirəm, mən bunu özümdə görürəm ki, insan nə günə düşür, ondan sonra həkimə gəlir. Daha doğrusu Azərbaycan insanı. Çox təəssüf, bu da bizim millətin bir qeyri-adiliklərindən biridir. Bəzən mən deyirlər ki, bizim Azərbaycan əhalisi qanunlara çox sevmir, qanuna tabi olmur. Bunu da mən hardasa bağlayıram ki, Azərbaycan kişisində, Azərbaycan insanında bir mənlik var da, içində bir mənlik var. O mənliklə qanunu bir yerə sığışdıra bilmir deyənə bəzən qanunları pozur. Məsələn, Avropa insanlarında bu yoxdur. Məsələn, Avropada bir qonşu bir qonşusunu rahatlıqla sata bilir. Baxmayaraq ki, illərlə çörək kəsir, dostluq, yoldaşlığı, amma bir anda onu sata bilir. Amma Azərbaycan insanında belə şeylər yoxdur. Yəni bir mənlik var, içərisində bir mənlik var, bir vicdan var. Ondan dolayı da bəzi qanunları insanlarımız özünə sığışdıra bilmir. Bu da bizim bir fitrətimizdir. Allah bizi də belə yaradıb. Mən şəxsən bir Azərbaycan insanını çox sevirəm, nəinki Avropa insanını. Ürəyimizdə nə problemlər var ki, biz bundan dolayı mütləq özümüzü yoxlatdırmalıyıq və bir kardioloqa getməliyik və yaxud da ki, ürəyimizi bir müayinə elətdirməliyik. Deməli, insanın sol tərəfində, yəni bax, bu sol qoldan tutmuş aşağıya qədər əsasən də çeçələ və üzük barmağı deyək də, bunlara qədər ağrılar varsa, keyitmələr varsa, bu qoldan tutmuş, kürəkdən gəlmiş, onda bir özünüzü, ürəyinizi yoxlatdırın. Bu bir. İkincisi, sinədə və kürək nahiyəsində daimi sızıldayan ağrılar varsa, yenə də ürəyinizi bir yoxlatdırın. Bu saydığım əlamətlərə uyğun da müəyyən bir tövsiyələrimizə verəcəyik inşallah. Üçüncü, sinədə göynəmə olarsa əgər, sinədə göynəmə, əsasən də pilləkən çıxanda, bir dik yeri, yoxuşu çıxanda, əlində yük alıb yol gedəndə sinədə göynəmə varsa, mütləqdir ki, ürəyinizi yoxlatdırasınız. Bu üç. Dördüncü, normal vəziyyətimiz dəyişir. Bax, məsələn, insan hiss edir ki, bunda bir gərginlik var. Daxilində bir gərginlik var. Daxilində bir hava çatışmazlığı var. Özünü bir yerə göyə sığışdıra bilməyən bir hala düşüb. Bax, bu zaman sizdə bu hallar varsa, həm bir kardioloqa yaxınlaşın, həm də qanda troponin miqdarı var. Onun miqdarını yoxlatdırın. Çünki infarkt qabağı dövr olanda insanlarda bir gərginlik əmələ gəlir. Əsasən də sol sinə nahiyəsində, sinənin daha doğrusu sol tərəfində bir ağırlaşma əmələ gəlir və bundan dolayı da həyəcan bir küt ağrılar olur. Bax, bu infarktın infarkt önü proseslərin başlanmasının bir əlamətləridir. Mütləqdir ki, həm kardioloqa, həm də ki, onunla paralel qanda troponinin miqdarını yoxlatdırasınız. Sonra ürək döyünmələr və ritmikanın pozulması. Normalda ürək döyünmə həm ürək mənşəli və həm də zob mənşəli ola bilər, amma
bəzi hallarda bunu dəqiqləşdirmək lazımdır. Ən azı kardioqram elətdirib, bir qalxan var vəzini yoxlatdırıb da bunu dəqiqləşdirmək olar. Mən də bu məsələyə bir də gələcəyəm və bir də dırnaqların aypara və yaxud da ki, topuz şəklində olması. Bu hallar ümumiyyətlə varsa, mütləq özünüzü yoxlatdırın. Amma ümumiyyətlə mən bir tövsiyələrimi yenə də verim. Deməli, sol tərəfdə, sol birinci başlayaq təzədən birinci, sol tərəfdən, deməli, sol qolda və sol deməli, çeçələ barmağında, sol üzük barmağında keymələrin olması bizə stenokardiyanın ilkin vəziyyətlərini bizə məlumat verir. Və əgər bu siz kardioloqa getsəniz, çox güman ki, kardioloq sizdə orada nitrogliserin testləri eləyəcək, ürəyinizi yoxlatdıracaq və dediyim əlamətlər varsa, artıq sizdə bu demək ürəkdə, ürək damarlarında müəyyən daralmalar baş verib. Və bu daralmalardan dolayı ürəyin oksigeni olan tələbatı artıb və siz bu daralmalar üçün bizim məşhur bir reseptimiz var. Deməli, limon, sarımsaq və zəncəfil resepti. Mənim fiziologiserum.com saytıma girib, o resepti oradan əldə eləyib, bu resepti rahatlıqla eləyə bilərsiniz. Xatırladım ki, alma sirkəsini suya qarışdırıb içmək də bu zaman çox faydalıdır. Çünki qan durulaşdırır və qanın axımını rahatlaşdırır. Deməli, limon, sarımsaq, zəncəfil qarışımı və alma sirkəsi su qarışımını bu hallarda edə bilərsin. Əgər stenokardiya əlamətləri sizdə aşkarlanmışdırsa. Hərəkət zamanı, ikincisi bizdə hərəkət zamanı sinə nahiyəsində göynəmələrin olması. Bu da bizim ürəyi qidalandıran damarlarımızın daralmasını göstərir və eyni zamanda həmin damarlarda çox vaxtı trombların əmələ gəlməsinin səbəb ola bilir. Bu zaman biz ürəyimizi angiografiya elətdiririk və angiografiya zamanı məlum olur ki, bəli, ürəkdə təxminən 70%-dən yuxarı tutulmalar varsa, daralmalar varsa, bu əlamətdə saydığım bu sinədə göynəmə əlamətləri özünü göstərə bilir. Bu zaman ya ürək nahiyəsinə stent qoyulur və yaxud da bəzi insanlar stentdən imtina eləyir. Bəzən də elə olur ki, stent qoyula bilməyən nahiyələr də ola bilir. Yəni ürəyin damarların hasalanmış olan nahiyələrində də ola bilir və bu zaman bura stent qoymaq olmur və bu zaman mütləq konservativ müalicə üsullarına əl atmaq lazım olur. Deməli, bu müalicə üsulu bu zaman bizim üçün faydalı müalicələrin başında gəlir nə? Yemişan müalicəsi. 5 kiloqram yemişan alırsınız. Bax, bu 5 kiloqram yemişan bitib qutarana qədər 2 dolu xörək qaşığı yemişan, 1 kilo da məkkəgülü alırsınız. Və 1 xörək qaşığı da məkkəgülü. Bunları axşamdan 3 stəkan suda termosa dəmləyirsiniz. Sabah durandan sonra gündə 3 dəfə, yeməkdən yarım saat sonra bu qarışımdan 1 stəkan içirsiniz. Bu bir. İkincisi, zəli müalicəsi sinə nahiyəsinə, kürək nahiyəsinə, boyun nahiyəsinə zəlinin qoyulması çox gözəl təsir göstərir. Zəlinin ağzında deməli qan laxtalanmasını, tromblaşmış qan kütlələrini əridən lizinlər adlı maddələr var və həmin maddələrin hesabına yavaş-yavaş ürək damarlarımızdakı olan daralmaya səbəb olan qan laxtalanmasını biz yavaş-yavaş nəyə bilərik? Əridə bilirik. Deməli, yemişan müalicəsi və zəli müalicəsini bu zaman paralel şəkildə edirik. Bura alma sirkəsini də əlavə edə bilərsiniz. Sonra, sinədə və kürək nahiyəsində küt ağrıların olması, bu həm ürəkdən qaynaqlana bilir və həm də ürək əzələlərindən qaynaqlana bilir. Məsələn, ürəyin ətrafındakı olan kürək əzələlərindən də qaynaqlana bilir. Biz buna nə deyirik? Miozitlər. Yəni, məsələn, kürəkdə, sinədə olan əzələnin iltihaplaşmasının nəticəsində bir kütlük əmələ gələ bilər. Ürək özünün əzələsinin qidalanmasının pozulduğu zamanı da ürək nahiyəsində küt ağrılar əmələ gələ bilər. Bu zaman bir ürəyinizi kardioqram elətdirirsiniz, bir echo elətdirirsiniz. Əgər kardioqrammada və echoda elə bir problem çıxmamışdırsa, bu zaman deməli bizim ürək ətrafı elinə zolaq əzələlərimizi, yəni ürəyə xas olan əzələlər deyil bu, bir miozit əmələ gəlib. Yəni soyuq dəymədən ola bilər, isti soyuğa çıxıb düşməkdən ola bilər. Hətta bəzən axşam insan yatır,
bilmədən uzun müddət otağın temperaturu soyuqdursa, üstünü biraz açıq qoyanda da bu kürək əzələlərində qurumalar ola bilirsə və bu zaman bunlara biz miozit deyirik. Miozitlərin müalicəsində sadə ilə banka müalicəsini elə bilərsiniz. Kürəkdən hicamı olunmaq çox faydalıdır və bəzən miozit olan həmin əzələnin üstünə zəli qoymaq da bu zaman çox faydalıdır və də qorxulu bir hal deyil. Miozitlər belə deyərdim ki, 3 gün, 5 gün sonra buraxır və heç bir əlamət də qalmır. Sonra dördüncüsü anidən ürəyin gərginləşməsi. Bayaq dedim mən, ani durduğumuz yerdə ürək gərginliyi artır. Daha doğrusu insanda gərginlik artır və bu insanlara biz məsləhət görürük ki, həmən anda ürəyin bir kardioqram elətdirsin və eyni zamanda troponin analizini versin. Əgər troponin yüksəlmişdirsə, həmən təcili bir dənə kardioloqa müraciət eləmək lazımdır və reanimasiyada yerləşdirilməlidir bu insan və bu insan təcili tibbi yardım almalıdır. Çünki bu artıq infarkta qabağı bir dövr əlamətləridir. İnfarktla zarafat eləmək olmaz. İnfarkt çox ağır və insan çox vaxt hallarda insanın ölümünə səbəb ola bilən bir krizdir. Ürək əzələsinin parçalanmasıdır, dağılmasıdır. Ona görə də bu mərhələni önləmək üçün siz bəzi tədbirlər görə bilərsiniz. Məsələn, gündə 1-2 saat yeyin gəzmək, və yaxud da ki 1 və 1.5 saat yeyin gəzmək infarkt olmanın qarşısını alan vacib əməllərdən biridir. Səhər tez oyanmaq. Ümumiyyətlə alimlərimiz araşdırıblar ki, infarkt ən çox hallarda səhər saat 8 və 10-11 arasına qədər yatan insanlarda olur. Bu da Allahın bir nemətidir ki, sübh namazına duran insanların əksəriyyətində infarkt olmur. Və buna görə də tezdən oyanmaq, gəzmək, qanımızı daimi olaraq normal səviyyədə, yəni duru səviyyədə saxlamaq üçün sirkəli sudan istifadə etmək, suyun özündən istifadə etmək, çox əsəbləşdirilən mühitdən uzaq olmaq, əsəblərimizi qorumaq və bol-bol salatlar qəbul eləmək. Bunları edən insanların əksəriyyətində nə olur? İnfarkt olmur. Sonra ürək döyünmələr. Ürək döyünmələri dediyim kimi bayaqlar həm ürək mənşəli ola bilir və həm də qalxanvari vəz xəstəliyindən qaynaqlana bilir. Qalxanvari vəzini yoxlamaq çox sadədir. Ən azından qalxanvari vəzinizin hormonal analizini eləyirsiniz və qalxanvari vəzini UZ elətdirirsiniz. Qalxanvari vəzini UZ elətdirən zaman burada Hashimoto və ya da qalxanvari vəzdə hər hansı bir problemin olub-olmaması rahatlıqla görsənir. İkincisi, qalxanvari vəzinin hormonları TSH, T3, T4, anti-TPO və anti-TC analizlərini elətdirərək qalxanvari vəzinizdə problemin olub-olmamasını bilə bilərsiniz. Deməli, qalxanvari vəzinizdə heç bir problem yoxdursa, bizdə mütəmadi ürək döyünmələr varsa, yenə də bir dənə kardioloqa yaxınlaşıb ürəyimizi yoxlatdırmaq mütləq lazımdır. Çünki bu yersiz ürək döyünmələr insanları gələcəkdə infarkta səbəb ola bilər. İnfarkta səbəb ola bilir. Çünki aşırı dərəcədə yersiz ürək döyünmələr ürəyin oksigenə olan tələbatını artırır. Ürək tam qidalana bilmir və bundan qaynaqlanaraq infarkt keçirdə bilir. Və axırıncısı isə bizim əl barmaqlarımızın nağara kimi olması, toppuz kimi olması və yaxud da barmaqlarımızın üstündə dırnaqların üstünün ay parası kimi, yəni ay kimi bax belə bir qövsü hal alması, bu da ürək xəstəliklərinin bir əlamətləri ola bilir və bunu da biz qarışdırmamalıyıq ağciyər xəstəlikləri ilə. Bəzən ağciyər xəstəlikləri zamanı da insan bədəninin oksigenlə tam doymaması nəticəsində barmaqların ucunda göyərmələr və toppuz kimi hallar, toppuzlaşma kimi nağara çubuqlarına bənzər hallar ola bilir. Amma bizim ürəyimizi yoxlatdıran zaman və bu zaman görürük ki, ürək qan damar sistemində qanın miqdarı, kütlə payı çox artmış. Çünki ürəyimizin qova bilməməsi nəticəsində toxumalarımız tam oksigenlə tələbat ala bilmir və bu zaman məcburi şəkildə bədəndə qan kütləsini artırır
və bu qan kütləsinin artması isə gəlib barmaqlarımızın ucunda toppuz kimi toppuzlaşmış vəziyyətdə özünü bizə göstərə bilir. Deməli, biz diferensiyasiya eləyirik bunu ağciyər xəstəliklərindən və ürək xəstəliklərindən. Əgər ürək xəstəlikləri varsa bu zaman biz nə edirik? Ürəyimizin oksigenə olan tələbatını azaldan dərman bitkilərindən istifadə etməyə başlayırıq. Bunların başında nə gəlir? Yenə də yemişan, melissa, damotu bitkiləri. Yemişanı bayaq dediyim kimi qəbul edirik. Deməli, 600 qram 300 qram damotu, 300 qram melissa alırıq, cəmi olmalıdır 600 qram və 3 stəkan su götürürük. Hərəsindən 2 orta xörək qaşığı qarışdırıb bunu dəmləyirik. Gündə 3 dəfə, yeməkdən yarım saat sonra bundan 1 stəkan içirik. Bundan da 10 dəqiqə sonra yemişan bitkisi ilə məkkəgülü bitkisinin dəmləməsini içirik. Xatırladım ki, kürəkdən, ayaqlardan, sinə nahiyəsindən hicam olunması ürəyimizin yükünü çox azaldır. Və buna görə də mütəmadi hicam olunmaq, məsələn, ildə 4 dəfə hicam olunmaq, ildə 2 dəfə zəli müalicəsi olunmaq əsasən də yaşlılara daha çox tövsiyəmizdir. Yaşlılar bunu eləsin. Bu, ürək üçün çox böyük bir avantajdır. Hər gün 1 saat, 1 saat yarım yeyin gəzmək çox ürək üçün, ürək qan damar sistemi üçün mükəmməldir. Xatırladım ki, yeyin gəzmək nəinki tək ürək, eyni zamanda qaraciyərimiz üçün, eyni zamanda börəklərimiz üçün və bütün toxumalarımız üçün çox xeyirli bir, belə deyəlim ki, hərəkətdir. Bunları mütləq etmək lazımdır. Ürəyimizin dostu olan bitkilərin başında gələn əsasən qan durulaşdırıcı bitkilərdir və bunların içərisində daha çox tərəvəzlərdir. Bol-bol tərəvəz salatları yeməyə vərdiş alın. Ümumiyyətlə mən deyərdim ki, yaxşı 50-ni keçmiş hər bir insan günorta yeməyini yaxşı olar ki, salatlara dəyişsin, ümumiyyətlə günorta yeməsin, elə səhər axşam yesin. Mən də neçə vaxtdır ki, belə qidalanıram. Günortalar ancaq tərəvəz salatları, üstünə bir balacanı alma sirkəsi, biraz zeytun yağı tökürəm və onu yeyirəm günortalar. Çox özümü rahat hiss eləyirəm. Hamıya da bunu məsləhət görərdim. Həm ürək qan damar sistemi üçün, həm yüksək xolesterin üçün, həm artıq çəkidən qorunmaq üçün, həm insulin direncini aşağı salmaq üçün böyük, faydalı bir qidadır və rasiondur. İnşallah ki, bunları istifadə edə bilərsiniz. Əgər kim üçünsə faydalı ola bildimsə, əlhəmdülillah. Kim üçünsə faydasız oldusa, bəlkə də başqa paylaşımlarımızdan fayda götürərlər inşallah.